İkinci xüsusiyyət də budur ki, Allahın bizlərə, peyğəmbərin ümmətinə verdiyi xüsusiyyətlər də budur, özəlliklər də budur ki, Allahın Rəsulu buyurur ki, "Fəin xulufu əffahim hinə yumsunə ətiyəbu indəllah min rihil misk." İkinci budur, Ramazan ayında oruç tutanın ağzından gələn iy, bəzi vaxt oruç tutmayanlar, məsələn, oruç tutanın ağzından gələn iyyə görə narahat olurlar. Amma gör Allahın yanında bu nə qədər dəyərlidir. Allahın yanında o qədər dəyərlidir ki, müşk ətrindən daha da dəyərlidir ki, o ən gözəl ətir idi. Allah yanında oruç tutanın ağzından gələn o qoxu, o iy Allah yanında o müşk ətrindən daha qiymətli, daha da dəyərlidir. Hədislərdə qeyd olunur ki, qiyamət günündə oruç tutanlarla oruç tutmayanların arasında olan fərq, yəni onun seçilmələri o ağızlarından gələn müşk ətrindən olacaq. Yəni bilinəcək ki, bu həqiqətən oruç tutan olub, yoxsa oruç tutan olmayıb. Allah Taala bizi həqiqi oruç tutanlardan qərar versin inşallah.